Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyühellezine amenu kutibe aleykumu siyamu kama kutibe alellezine min qablikum لعلكم تتقون Sadaqallahul aliyyul azim. Əziz Allahın dəyərli, gözəl bəndələri, Ramazanla bağlı söhbətlərimizə davam edirəm. İnşallah bildiyim və bacardığım çərçivədə siz əzizlərə çatdırıram. Ramazan ayı 11 ayın sultanıdır. Ramazan ayı əzizlər bildiyiniz kimi Quranda adı çəkilən yeganə aylardandır. Və Quran-ı Kərimdə əzizlər Allahu Teala neçə yerdə and içir, neçə yerdə Xudavand Allah and içir. Bilirsiniz 91-ci surə Şəms surəsi, yəni Günəş surəsində də Allah Teala bu cür andlar içir. Bismillahirrahmanirrahim. Və şəmsi və zuhaha. And olsun günəşə və onun saçdığı şəfəqə. Vəl Qamari izə talaha. And olsun ondan sonra zuhur edən aya. Və nahari izə cəllaha. And olsun günəşi açıqlığa çıxardan gündüzə. Və layli izə yaxşaha. And olsun günəşi bürüyən gecəyə. Və səmai və ma banaha. And olsun göyə və onu qurana. Vəl ərz və ma tahaha. And olsun yerə və onu döşəyənə. Və nəfsi və ma savvaha. And olsun nəfsə və onu yaradıb kamilləşdirinə. Yəni onu yaradıb nəfsi və onu kamilləşdirib. Fəəlhəmaha fucuraha və təqvaha. Ona günahları və Allahdan qorxmağı təlqid edənə. Qad əflaha mən zakkaha. Nəfsini günahdan təmizləyən uğur qazanmışdır, nicat tapmışdır. Və qad xaba mən dəssaha. Onu günaha batıran isə ziyana uğramışdır. Kazzabat samudu bitəqvaha. Samud qovmu öz azğınlığı üzündən Allahın elçisini təksib etdi. İzin ba'atha əşqaha. Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda fəqalə lahum Rasulullahi naqatallahi və suqyaha. Allahın elçisi onlara dedi, Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın. Fəkəzzəbuhu fəəqərəhə fəqədəmdəmə aləyhim rabbuhum bi zənbihim fəsəvvəhə. Onlar isə Peyğəmbəri yalançı sayıb dəvənin diz vətərini kəstilər. Onların Rəbbi də bunun günahlarına görə onların hamısını qırıb yerlə yeksan etdi. Valla yaxafu uqbaha. Allah günahkarlara etdiyinin nəticəsindən yəni çəkinməz. Burada mən oxudum, əziz eşidənlər, bu Şəms surəsini. Çünki burada Allah Teala buyurdu ki, kim öz nəfsini günah
və xəbizlikdən təmizləsə, səadətə yetişər. Burada qədəflaha mən zakkaha öz nəfsini təmizləsə səadətə yetişər. Yəni nəfsini paklayan, təmizləyən aydır Ramazan ayı. İnsan bu ayda o nicat tapmağa yetişə bilər. Havayı nəfsini öz tapdağının altına salsa. Çünki oruc bərəkəti səbəb edir ki, insan nəfsani istəklərə tam qalib gəlir və sonraki həyatını Allaha təqva şəklində ömrünü bəndəçilikdə xidmət edir. Ramazan ayını oruç tutmaq dediyimiz bu üstünlüklərə yetişmək üçün bir şansdır. Əzizlər, İslami rəvayətlərdə məlum olur ki, bütün səmavi kitablar, Tövratdır, İncildir, Zəburdur, Suhuflar, Quranın özü, ümumiyyətlə göydən nazil olan o Allah kəlamları, qovluqlar hamısı bu Ramazanda nazil olubdur. Hədislərimizdə vardır ki, İbrahim əleyhissalama suhuf gəlib Ramazanın birinci gecəsi və Tövrat Ramazanın 6-sında Musa əleyhissalama gəlibdir və İncil Ramazanın 12-sində İsa əleyhissalama gəlibdir və Zəbur Ramazanın 18-də Davud əleyhissalama gəlib və Quran Qədir gecəsində əziz İslam Peyğəmbərə əleyhissalama nazil olub. Ramazan ayı səmavi kitabların nazil olma, təlim və tərbiyə ayıdır. Oruç tutmaqda olan tərbiyə proqramı səmavi kitabların göstərişlərinə həmahəng olmalıdır və insanın cismi və canı günah çirkinliyindən təmizlənsin. Ramazan ayının səbr ayı da adlandırıblar. Səbr ayı da adlandırıblar. Hər bir müsəlman özünün fərdi və ya ictimai həyatında öz məqsədləri yolunda mübarizə edir. Səbr İslam aləmində çox bəyənilən xüsusiyyətlərdəndir. İnsanlar öz həyatında, öz məqsədləri yolunda mübarizə edən vaxt çətinliklərlə üzləşirlər. Əzizlər, çətinliklərlə üzləşirlər həyatda. Səbr olmazsa çətinliklərə qalib gəlmək, öz məqsədlərinə nail olmaq olmaz. Bax, Ramazan ayı bizə səbr kəramət edir. Səbri əldə etmək səlahiyyətini, köməyini bizə bəxş edir. Səbr, dözüm, möhkəmlik gücünü artırır. Çətinlik və müsibətə dözməyən cəmiyyət, hədisdə var, heç vaxt düşməninə qalib gələ bilməz. Ancaq səbr və dözümlə insanlar zülmkara qarşı mübarizə aparmalı olur. Belə deyim, o səbri əldə etmişsə də o ona çox fayda edir. Yəni oruç tutan da Ramazanın o belə deyim aclığına, susuzluğuna məxsusi isti havalarda görürsən dözməklə səbr əldə etmiş olur.
Məsəl üçün, yayın isti günlərində nəzərə çarpacaq dərəcədə istilər olur. Bax, orada səbr və dözüm əldə etməyə öyrənir, muvaffaq olur, iradəsi möhkəmlənir. Quranda ayə var, Allah buyurur, səbr, oruc və namazla xeyir əldə etmək olar. Və bizim Peyğəmbərimiz də Ramazan ayını səbr və belə deyək, rəhmət ayı adlandırıb ki, Ramazan səbr ayıdır və səbrin mükafatı da behiştdir. Çünki Quranda ayələr var ki, səbirlilər yalnız nicat taparlar, yəni mükafatlanarlar. Demək, Bəqərə surəsinin 155-ci ayəsində, əzizlər, Bəqərə surəsinin 155-ci ayədə Allah Teala orada bizə bəyan edir ki, biz sizi biraz qorxu, biraz aclıq, biraz da mal dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə verir Allah burada. Bax, burada sizi biraz qorxu, biraz aclıq, mal dövlət, insan. Bax, burada məsələ odur ki, aclıqla da sizi biz sınayarıq. Bax, Ramazan ayında həmin o sınaqdır ki, Allah Teala o müəyyən vaxt ərzində o ac qalmağı ilə bizi sınayır. Bizi sınayır. Dəyərli əzizlər, oruç tutmağın aydın nəticələrindən biri də yoxsul və kasıblara münasibətdə həmdərdik hissinin oyanması və yaranmasıdır. Məsəl üçün, rahat həyat tərzi keçib susuzluğun, aclığın dadını bilməyən və yoxsulluq zülmünü görməyənlər kasıbların vəziyyətini başa düşməzlər. Oruç tutmaq belələrini qəflətdən oyadır. Onlara yoxsulluq acısını daddırır və onlar yoxsullara kömək etmək belə deyək, niyyətinə, mətləbinə gəlir. Çünki o kasıbçılığı düşünür onun, ac, susuz olduğunu vaxtı artıq o yoxsullara, o kasıblara əl tutmağa başlayır.